Və bu ili sevinclə başa vurmalıyıq. Şükürlə bağlamalıyıq. Yaşadığımız hər günə, aldığımız hər nəfəsə, itirdiklərimizdən öyrəndiklərimizə, əldə etdiklərimizə görə Allah həmd edərək, çünki şükür, keçən ilin yaralarını sağaldan ən gözəl nədir? Dərmandır. Ona görə nə deyərdi? Əlinizdən çıxanlara görə kədərlənməyin. Altı buyurur Quran-ı Kərimdə, Hədis surəsi 23-cü ayədə. Yəni itirdiyin şey səni sındırmasın. Keçən gedən fürsətlər qəlbini qaranlığa salmasın. Çünki səndən gedən Allahın elmindən kənar getməyib. Hələ önündə illər var. Bu ayə bizə öyrətdi ki, keçmişə ilişib qalma. Kaş ki ilə ürəyini yorma. Çünki Allahın yazdığı sən əsla ötüb keçməz. Səndən alınan bir nemət bəlkə səni daha böyük bir xeyirdən qorumaq üçün idi. Bağlanan bir qapı bəlkə başqa bir qapının açılması üçündür. Yəni, keçənə görə üzülmə. Allahın planı sənin qəlbini qorumaq üçündür. Yəni, səni üzmək üçün deyil. Və gələcək ilə ümidlə girmək lazımdır. Ümid, qorxu ilə yox, şikayətlə yox, ümidsizliklə yox. Rəbbinə güvənən bir qəlblə. Bəlkə arzularımızın hamısı gerçəkləşmədi, amma Allah bizi tərk etmədi. Bəlkə yollar çətin oldu, amma hər addımında bir hikmət vardı. Ona görə şükürlə, bugünə təvəkkül, gələcəyə ümidlə insan yaşamalıdır. Çünki ümid Allaha bağlıdırsa, heç vaxt nədir? Boşa çıxmaz. Ey Rəbbimiz, dualarımızı qəbul edə, dua eləmək, etdiyimiz səhvlərimizi bağışla deyə Rəbbimizə qayıtmalıyıq. Ona görə də həmd olsun, Rəbbimiz bizləri nəyə dəvət edir? Sevincə. Baxın, nə deyir? Bəlkə sizin bir şey xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir. Bəlkə bir şey sevirsiniz, halbuki o sizin üçün şərdir. Allah bilir, siz isə bilmirsiniz. Yəni, insan hadisənin sonunu dərk etmə qabiliyyəti məhduddur. Onun bəşəri baxışı və qısa uzaq görənliyi bəzi qədərlərin hikmətini anlamaqda onu aciz qoyur. Allah Teala isə bildirir ki, bəzən xeyir, zahirən şər kimi görünən hadisələrin içində belə xeyirlidir. Və nemətlər bəzən çətinliklərin içindən doğulur. Elə qədərlər var ki, insana sevinc və ümid bəxş edir. Lakin onları ağrı da ola bilər, bir şey də ola bilər. Yəni, hər bir işində Rəbbinə güvən, ümidsiz nədir? Olmaz.